Qatıları tək-tək sayılan, xırçıltısı ilə aləmə səs salan milli mətbəximizdən qatılama resepti paylaşacağam. Yoğurma qabına ilıq süd, su, şəkər tozu və quru maya əlavə edib qarışdırdım. 5-6 dəqiqə otaq temperaturunda mayalanandan sonra üzərinə ərinmiş çörək yağı, yumurta əlavə edərək təkrar qarışdırdım. Üzərinə ələnmiş un və duzu əlavə edib ələ yapışmayan orta yumşaqlıqda xəmir əldə olana qədər yoğurdum. Qaba qoyub üzərini streçlə örtüb otaq temperaturunda ən az 1 saat mayalandırdığım xəmiri dəzgaha alıb havasını çıxardım və ağırlığı 170 qram olmaqla 10 kündəyə ayırdım. Kündələri 10 dəqiqə ərzində mayalandırıb ilk kündədən başlayaraq yayıram. İstərsəniz siz tək-tək yaya bilərsiniz, amma mən gördüyünüz kimi arasını bol-bol unlayaraq 2 kündəni birlikdə açdım. Əvvəlcədən əritdiyim 400 qram çörək yağından bir miqdar masanın üzərinə vuraraq yaymalardan birini yerləşdirdim və üzərini yağladım. Eyni qayda ilə 5 ədəd kündəni yayıb üstə yığıb aralarını yağlayıb 5 sm qalınlığında kəsdim. Kəsdiyim yuxaları gördüyünüz formada ortası boşluq qalacaq şəkildə büküb və çöl tərəfə qatlayıb üzərindən də basıram. 20 dəqiqə ərzində üzəri örtülü şəkildə mayalandırdığım qatlamaları yaxşı qızdırdığım boldur yağda hər iki üzünü qızardıram. Orta odda tez-tez çevirərək hər iki üzünü gözəl qızartdığım qatlamaları yağının çəkilməsi üçün salfetin üzərinə yığaraq şəkər tozunu hər tərəfinə səpdim. İstifadə etdiyim ərzaqların miqdarını açıqlamalar bölməsində qeyd edəcəm. Artıq sözə ehtiyac yoxdur, bu səs hamısını deyir. Videonun